Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq, ara bir duman olacaq, dəyişkən bulutlu olacaq. Havanın temperaturu 22 dərəcəyə qədər isti olacaq. Ümumilikdə 17-18 dərəcədən başlayıb 22 dərəcəyə qədər qalxacaq. Gecə saatlarında təbii ki, müəyyən dərəcədə havanın temperaturu enəcək. Mülayim cənub-qərb küləyi əsəcək, 8-13 metr/saniyə və güclü hərəkət eləyəcək. Amma günün müəyyən hissələrində əsasən də gündüz saatlarından başlayaraq küləyin istiqaməti 16 metr/saniyə sürətlə və güclə hərəkət etməyə davam eləyəcək. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq, nisbi rütubət isə gecə 80-85%, gündüz isə 70-75% olacaq. Ümumilikdə bu hava şəraiti özünü Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şapuz və Şərurda da göstərəcək. Belə ki, xüsusi yağışlı, tufanlı, dumanlı bir hava şəraiti bizi gözləmir. Əsasən yağmursuz keçəcək, ara bir duman olma ehtimalı var. Şərq küləyi əsəcək 5-10 metr/saniyə sürətlə, havanın temperaturu 20-21 dərəcəyə qədər isti olacaq. Xocalı, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında isə bugün hava əsasən yağmursuz olacaq, ara bir duman olacaq, şərq küləyi əsəcək, küləyin istiqaməti və gücü gün ərzində o qədər də çox artmayacaq, 5-10 metr/saniyə sürətlə hərəkət eləyəcək, havanın temperaturu yalnız 17 dərəcəyə qədər isti olacaq, lakin günün ikinci yarısından etibarən əsasən dağlıq ərazilərdə temperatur getdikcə aşağı düşəcək və şaxtalı olma ehtimalı var. Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın bu ərazilərdə də əsasən bugün yağmursuz hava şəraiti bizi gözləyir, ara bir duman olacaq, şərq küləyi əsəcək 5-10 metr/saniyə sürətlə və havanın temperaturu 17 dərəcəyə qədər isti olacaq. Gecə saatlarında dağlıq ərazilərdə bu temperatur getdikcə aşağı enəcək. Qərb bölgəsində də bugün şərq küləyi əsəcək, 5-10 metr/saniyə sürətlə hərəkət eləyəcək, ara bir duman olacaq, əsasən yağmursuz hava şəraiti keçəcək, xüsusi bir çiskinli, leysan yağışlar gözlənilmir. Havanın temperaturu isə 20-21 dərəcə aralığında dəyişəcək. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində çox vaxt əsasən də dağlıq ərazilərdə yağış, dolu, şimşək özünü göstərir. Amma bugün sakit bir hava şəraiti bizi qarşılayır. Belə ki, əsasən yağmursuz keçəcək, ara bir duman olacaq, şərq küləyi əsəcək 5-10 metr/saniyə sürətlə. Elə dağlıq ərazilərdə daxil olmaqla havanın temperaturu ümumilikdə 11 dərəcədən başlayaraq 17, 18, 19, bəzən 20 dərəcəyə qədər isti olacaq. Təbii ki, günün ikinci yarısından etibarən xüsusilə də gecə saatlarında temperatur getdikcə aşağı enəcək. Mərkəzi Aran bölgəsinə keçid alırıq. Mərkəzi Aran bölgəsində də bugün şərq küləyi əsəcək, 5-10 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək və ara bir duman olacaq. Xüsusi yağışlı bir gün və hava şəraiti gözlənilmir. Havanın temperaturu 21 dərəcəyə qədər isti olacaq. Son olaraq isə cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində hər zaman olduğu kimi şimal-şərq küləyi əsəcək, 5-10 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək, ara bir duman olacaq. Havanın temperaturu 21 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısından etibarən xüsusilə də dağlıq ərazilərdə bu temperatur 11-17 dərəcə aralığında dəyişəcək. Ümumilikdə bu günə, bu tarixə olan əsas hava haqqında məlumatlar bunlar idi. Payız fəslində olsaq da havanın gedişatını nəzərə aldığımız təqdirdə yenə də əsas odur ki, ab-havamız, öz günümüz, öz əhval-ruhiyyəmiz xoş keçsin. İndi isə qısa araya keçid alırıq, daha sonra proqramımız davam edəcək.